Salam qardaş. Əleyhissalam. Qardaş, bu maşını bəlkə gətirə bilərsiniz belə yəni. Nətər, Bərdiyə bax bir dənə zəhmət olmasa bir dənə aydınlıq verin, nətər gətirək Bərdiyə? Yəni belə maşın yaxşı gəlir. Motorda da hər şey əlavədir. İndi bir dənə sual verim də. Tutalım, oturdum maşına, sürdüm, gəldim Bərdiyə, sən də Bərdədən maşın alırsan, düzdür? Gəldim, başların orada dedin ki, bunun burası belədir, orası elədir, nə bilim, nədir. Mən bildim də, mən də o deyir. Məsəl üçün deyirəm, maşında heç nə problem yoxdur ya, məsələn. Hə, mən də deyirəm ki, qardaş, indi tutalım da, deyirəm ki, qardaş da, nə bilim, indi maşındır da, məsələn, düzdür? Hə, deyirsən ki, yox, filan qiymət qoymamsan, gəl 12.000 verim, çıx get. Hə, onda nətər olacaq? Elə, bunu da videosunu ata bilərsiniz, qardaşım. Biz orada biz video çəkib baxmışıq da. Məsələdə? Orada video çəkib qoymuşuq da biz. Siz indiyə qədər maşın almısınız heç? İşləyə belədir. Bildim. İndiyə qədər maşın almısınız özünüzə, yoxsa yox? Almışıq. Belə çağırmışsınız, gəliblər hə yanımıza. Məsələdə? Demişsiniz gəlin Bərdiyə durub gəliblər hə? Gətirdiniz 2 maşın gətiriblər Bakıdan Bərdiyə. Sənə halaldır. Hələ bir 2-3 dənə də şey çıxıbdı demişik hər şeyi yox. Qaytarmısan dala hə? Dediyi kimi olmuyor. Bax dedi. Halaldır sən, Allah haqqı. Halaldır. Allah kömək olsun. Söz danışdıq. Yoxa söz danışmaq heç söz yox. Burası ki, buradan dur Bərdiyə gəlginən ki, maşın satmağa gedirəm. Mən maşın alan durur, hardadır maşın gedir. Amma gedir, nə bilim, bilet alır, buradan gedir Dubaya maşın alır, çıxır gəlir. O da olur, düz deyirsən. Allah sənə köməyin olsun, həqiqətən də. Yəni o 2-3 nəfəri gətirdirmisənsə sənə halaldır. Allah köməyiniz olsun. Söz deyirəm. 3 yox, 2 nəfər, 2 maşın gəlir. 2 maşın gətirmirsən, hə, 3-cü mən idim, hə, gəlmə. Ay, sağ ol. Ayaq tərpəndim. Heç nə, gələndə Bakıya xəbər eləyərsən inşallah. Ay, yaxşı, olur.